Ayədə Allah Taala buyurur: Əhum yəqsimuna rəhmətə Rabbik. Onlar Allah Taalanın rəhmətini bölürlər. Allah Taala sual verir. Əhum yəqsimuna rəhmətə Rabbik. Nəhnu qəsəmnə beynəhum. Allah Taala buyurur ki, biz bölmüşük. Nəhnu qəsəmnə beynəhum. Biz onların arasında bölmüşük. Məişətəhum. Onların yaşayışlarına görə biz onların həyatlarını bölmüşük. Ruzularını bölmüşük. Fil həyati dünya. Dünya həyatında. Dünya həyatında Allah Taala bir sıra ruziləri qərar verib. Danışacağıq bunlar barəsində. Allah Taalanın Rəzzaq ismi barəsində danışacağıq ki, ruzi necə gəlir, necə gedir, kimin ruzisi nə qədərdir. İnsanlar bunu öz həyatlarında təhlil eləyəndə özlərinə məlum olur ki, ruzisi nə qədərdir. Allah Taala buyurur ki, onların ruzilərini bölmüşük. Və rəfa'nə ba'dahum fawqa ba'din dərəcat. Onların bəzilərinin dərəcəsini bəzilərindən üstün qərar vermişik. Onların bəzilərinin dərəcəsini bəzilərindən üstün qərar vermişik. Ne üçün? Ne üçün Allah Taala birinə az verir, birinə çox verir? Allah Taala buyurur ki, liyəttəxizə ba'dahum ba'dan suxriyya. Onların bəziləri bəzilərinə xidmət eləsinlər. Əgər mənə desəydilər, mən bu cür nə deyərdim? Bəlkə də hansısa kitablardan oxumuşam. Bugünkü həyatda olan imkanlı insanlar, var-dövlət sahibləri, maddi cəhətdən üstün olan insanlar Allah Taalanın əmanətdarlarıdır. Allah Taala onlara əmanət verib bu mal-dövləti ki, digər insanlara da onları paylasınlar. Bunlar da elə fikirləşiblər ki, Allah Taala bunlara hamısını verib. Bunlar elə zənn ediblər. Allah Taala buyurur ki, liyəttəxizə ba'dahum ba'dan suxriyya. Onların bəziləri bəzilərinə xidmət eləsinlər. Yəni o imkanlı şəxslər, mal-dövlət cəhətindən yüksək səviyyədə olan insanlar kasıblara xidmət eləsinlər. Yəni xidməti biz belə pis